Doktor Günay Əhmədova, tibb üzrə fəlsəfə doktoruyam, 20 illik iş təcrübəsinə malikəm. Təhsilimi ilk öncə Azərbaycan Tibb Universitetində, sonra Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərində almışam. Ardınca isə İstanbulun Acıbadəm xəstəxanasında yenidən süd vəzisinin estetik və rekonstruktiv cərrahiyyəsi üzrə kurs keçmişəm. Hal-hazırda süd vəzisində icra olunan bütün əməliyyatları həyata keçirdə bilirik. İki istiqamətlidir bizim fəaliyyət planımız. Birinci onkoloji nöqteyi nəzərdən, digəri isə sırf estetik nöqteyi nəzərdən. Estetik əməliyyatlara bizim əsasən süd vəzisinin kiçiltmə əməliyyatı, yəni böyük makromastiyalı süd vəzləri olanda süd vəzlərinə kiçildirik. Əgər pasiyent süd vəzisinin ölçüsünə məmnun deyilsə, kiçikdirsə, bu zaman implantla augmentasion mamoplastik əməliyyatı icra olunur. Əgər süd vəzisində sallahlıq varsa, yəni ptoz varsa, o zaman da sinədikləşdirmə əməliyyatı icra olunur. Əgər pasiyent sinədikləşdirmə əməliyyatını implantla istəyirsə, bu zaman eyni anda implantla rekonstruksiya da aparılır.